Salam dəyərli izləyicilər, əziz kanalımın abunəçiləri, növbəti bir mənzildə hamınızı salamlayıram. Bugün Yeni Yasamalın düz mərkəzində Bravo Marketin qarşısında İnşaatçılar metrosuna cəmi 2 dayanacaq məsafədə şəhər inşaatın binasında 19 mərtəbəli binanın 17-ci mərtəbəsində qanuni bir otaqda təmirsiz mənzili sizlərə təqdim edirəm. Hal-hazırda mənzilimizin, yəni binamızın dəhliz hissəsindəyik. Demək olar ki, tam yaşayışlıdır. Baxın, gördüyünüz o 3 mənzil artıq yaşayır. Liftdən çıxdınız, sol hissədə. Baxın. Bu mənzil 58 kvadratdır, bir otaqdır. 2 otağa rahatlıqla düzələ bilən mənzildir. Burada giriş hissədir. Baxın, giriş qapıdan daxil olub. Belə bir dəhliz koridor hissə var. Burada mənzilin sanitar qovşağı, hamam tualet hissəsi, qonaq otağı və mətbəx hissəsidir. Həm mətbəxdən, həm də qonaq otağından 2 dənə ayrılıqda eyvan var. Həmin eyvana çıxış imkanı mümkündür. Mənzil 2 otağa da rahatlıqla düzəlir. İlk öncə mən sizə mənzili təqdim edim. Hamam tualet, çox geniş bir hamam tualeti var burada. Baxın, burada zalı yerləşir. Zaldan buradan eyvana çıxış imkanı var. Buradan eyvana çıxırıq. Bu eyvan açılıb birləşdirilə də bilər. Araq kəsimə kərpiçdir. Baxın, Dadaş Bünyazada küçəsidir. Birbaşa oradan binaya daxil ola bilirsiniz və Bravo Marketdən də gələ bilirsiniz. Bu hissədə isə İnşaatçılar metrosu yerləşir. Bu eyvanda həmin bu mənzilə aiddir. İnşaatçılar metrosunun 6-7 dəqiqəlik piyada məsafəsidir. Baxın, belə bir eyvan hissə var. Burada isə mətbəx hissəsidir. Və mətbəxdən də eyvana çıxış var. Baxın, görürsünüz, bu şəkildədir. Qaz sayğacına qədər quraşdırılıb, hazır vəziyyətdədir. Bu şəkildədir. Az öncə bu eyvana çıxmışdıq. İndi isə mənzili necə 2 otağa düzəltmək mümkündür, onu sizə göstərəcəm. Amma yenə də öz zövqünüzə və öz istəyinizə uyğun edə bilərsiniz. Ara kəsmələr kərpiçdir, sökülə biləndir. İstədiyiniz dizaynı və zövqü burada edə bilərsiniz. Bir çox üsul var burada 2 otağa düzəltmək üçün. Birinci üsul, burada bu kərpiçləri sökürsünüz. Buranı ümumilikdə eyvan hissəsində qatırsınız. Orada burada böyük bir qonaq otağı alınır. Hamam tualet olduğu kimi yerində qalır. Bu otağı isə aradan böyle kəsərək, baxın, digər hissəsini yataq otağının, digər hissəsini mətbəx edirsiniz və yaxud da digər hissəsinə mətbəx salıb bu hissəni yataq otağı edə bilərsiniz və yaxud da bu ara kəsməni sökərək studiya şəklində mətbəx hissə yaradıb, bu hissədə isə hamam tualet yarada bilərsiniz. Yenə də öz zövqünüzə və istəyinizə uyğun qeyd etdiyim kimi ara kəsmələr kərpiçdir. İstədiyiniz zövqü, dizaynı burada edib təmir edə bilərsiniz. Qiymət bazar dəyərindən çox aşağı qiymətə təyin olunub. Qiymət ekranda qeyd olunacaq. Real alıcıya endirim olunacaqdır. Daha da onun və ətraflı məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlayın. Açar məndədir. Gün ərzində mənzilə əyni şəkildə də baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbəti çəkişdə və mənzildə görüşənədək.